Ermənilərin analarının gözü yaşlı qalma səbəbi buradakı şəxsiyyətdir. Hər şey vətən üçün, sənin üçün, can vətən. Zərrən uğrunda ölümə gedən bu igidlər sənin övladlarındır, sənin ordundur. 44 günlük vətən müharibəsində göstərdiyi xidmətlərə görə 3 medalla təltif olunmuşdu. Uşaq yaşlarından hərbçi olmaq arzusu onu ordu sıralarında makay olaraq xidmət etməyə sövq edir. Söhbət Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini 20 yaşlı Səfiyar Elşanoğlu Məmmədovdan gedir. 20 yaşında ən yüksək məqama ucalan Səfiyar Məmmədov Balakürt kənd qəbristanlığında dəfn edilib. Vətən müharibəsində igidliyi ilə seçilən Səfiyar Türkiyədə keçirilən birgə hərbi təlimlər zamanı Türkiyə Cümhuriyyətinin Yurtda Sülh, Cahanda Sülh medalı ilə təltif olunub. Torpaq, əgər uğrunda ölən varsa, vətəndir. O getdiyin haqq yolunda vətənə çaldığın laylana qurban. Xudayara salamdır. Bir də de ki, siz keçən yolların dumanı